Değerli şagirdler, abituriyentler, izleyiciler, bu dersimizdə Əvəz Zeynalının Tənha Marazı əsərinin tanış olacağı, bildiyiniz kimi bu əsər 6-cı sinifin ədəbiyyat proqramına daxil edilib. Sovet dövründə deməli, Sovet ideologiyasının təbliğatı məqsədi ilə əsərlər yazılırdı. Bunu hamımız bilirik kimi. Bu əsərlərdə dəyərsiz, sonralarda heç bir bədii dəyəri olmayan əsər kimi ədəbiyyatımızın arxivində itib batacaq əsərlər olurlar. Müasir dövrümüzdə də bilmirəm mən, yəni ideologiya deyilib xüsusi bir yazıçıların, şairlərin qarşısında bir məqsəd qoyulmayıb ki, vətənpərvərlik mövzusunda əsərlər yazılsın. Bəzi yazıçıların özlərinə necə deyərlər, təbliğ elədiyi fikir var ki, bəs o vətənpərvərlik mövzusunda əsər yazmalıdır. Yəni dəbdir, Azərbaycan öz torpaqlarını azad edib, onu ədəbiyyatda əks etdirmək lazımdır. Amma bədii əsər, mən yazıçı deyiləm, bilməm insan necə olur, bədii əsər yazır. Amma bədii əsərin də bir bədii gözəlliyi olmalıdır. Bədii əsər həyat həqiqətlərini əks etdirməlidir. Əsərdə bir, necə deyərlər, insana təsir edən, insan hisslərinə, emosiyalarına təsir edən nə isə olmalıdır. Bədii ədəbiyyat həyatı obrazı əks etdirən, ekspresiv, emosional bir necə deyirlər, sənətdir. Söz sənətidir, amma elə əsərlər var ki, nə insana toxunmur, üstəgəl də oxuduqca əsərdə ciddi şəkildə uyumsuzluq görürük. Hələ plagiatlıq məsələsinə toxunmuram ki, əsərin adında da bir plagiatlıq var. Demək, əvvəlcə İlqar adlı bir şəxs, İlqar burada gənc təqdim olunur, amma halbuki İlqar gənc ola bilməz. İlqarın ən azı 40 yaşı, 40-dan çox, 42-43 yaşında bir şəxsdir. Elə əsərin əvvəldən oxuyuq ya da analiz edərik. İl quraqlıq gəlmişdi, dağların başını örtən nazik qar örpək, Novruz bayramından bir neçə gün keçmiş əriyib torpağı hopmuşdu. Yaz aylarında daşqını selləri ilə ad çıxaran kiçik dağ çaylarının səsi ölçüsünə boğulmuşdu. Yazın leysan yağışları yoxa çəkilmişdi. Günəşin şüaları torpağı qovurduqca təzəcə baş qaldıran cücərtilər susuzluqdan can verirdi. Kiçik meyvələri budağında quruyan ağacların yarpaqları xəzələ döndükcə sanki yasa batırdı. Ağaclar yarpaqları xəzələ döndükcə sanki yasa batırdı. Havaların belə keçməsi insanların əhvalını əməlli başlı koruyurdu. Tez-tez rayonlara, yer yurtlarından qaçqın düşmüş qohumlarına baş çəkməyə gedən İlqar bu mənzərələri seyr etdikcə qaşqabağı açılmırdı. Nə qədər quraqlıq keçsə də darılır, cənnətdir indi bizim yerlər. Həsrət qalmışıq yurdumuzun gözəlliklərinə, xəyalından dönə-dönə keçirir və köksünü ötürür. Birincisi, bu ifadə çox yanlışdır. Belə məlum olur ki, əsərin sonraki hissəsində İlqar Füzulidən. Füzuli elə yüksək dağlıq ərazi deyil ki, deyək ki, Azərbaycanın digər dağ çayları qurumuş olanda, dağlarının başında qarlar ərimiş olanda, Füzuli cənnət məkan olsun. Yenə Gədəbəy desəydi, deyərdi ki, hə, Laçın desəydi, bəlkə demək olardı ki, hə, ki, yəni burada quraqlıq da o bölgəyə çox da təsir eləmir. Amma Füzulidə, necə düşünə bilirdi ki, Füzulidə oralar cənnət. Bu bir ikincisi, bizim yerlər cənnət deyəndə belə çıxır ki, Azərbaycanın digər yerləri cənnət deyildimi? Yəni bizdə bu kompleks hardan yaranıbdır? Yəni işğal altında olan ərazilər cənnətdir, Azərbaycanın digər bölgələri cənnət deyil. Yəni Zaqatalası, Qaçmalı, Qusarı, Daşkəsəni, nə bilim, Gədəbəy və yaxud da Çaçıb Gədəbəy deyirəm, çünki Gədəbəy cənnət məkanda, Kəlbəcər indi işğal altında qalıb, bəli, orada cənnət məkan yerlərdir. Amma Gədəbəyə nə olub? Qazağa, Toğuza, Şamaxıya, Ağsuya, deyək ki, Qubasına, Xaçmazına, Zaqatalasına, Qaxına, Qəbələsinə, Oğuzuna, yəni bu bölgələrimizdə bizim lap belə deyək ki, Astarasına, o bölgələrimizdə dağlıq, lerikinə, yəni cənnət məkan yerlərdir. İndi Aran da, mən Aran zonasındanam, Aran da özü üçün bir cənnət məkan. Su olan yerdə hər yer cənnət məkandır. Yəni indi
Quraqlıq keçəndə o hər yerə dəyir, Füzuliyə də xüsusilə dəyir. Çünki bu bölgə yazıçının bunu nə cür belə eşitmişik ki, yəni biz torpaqlarımız işğal altında olanda deyirdik ki, ora cənnət məkan bölgələrdir, amma cənnət məkan bölgələr deyəndə biz o dağlıq əraziləri xüsusilə nəzərdə tuturuq, amma Füzuli o cür dağlıq deyil ki, orada quraqlıq olmur. Bəli, davam edirəm. Deyir ki, sevimli müəllimlərinlə bitirdiyi universitetdə qalıb tövsiyəsi ilə işləsə də, sevimli müəllimlərinin tövsiyəsi ilə bitirdiyi universitetdə qalıb işləsə də, nə gündüzlər, nə də gecələr rahat ola bilirdi. Doğulub boya-başa çatdığı dağlar, kürsülü evləri tez-tez yuxularının qonağı olurdu. Su quyusunun yanında öz əli ilə əkdiyi körpə nar ağacının nazik kövrək yarpaqlarını xəyalında o qədər tumarlayırdı ki, bəli, burada nar ağacını xatırlayır, çünki əsərin sonunda yazıcı torpaqları, deməli, bu İlqar torpaqlarını azad eləyəndən sonra gedib o nar ağacını tapır. Üstündə də niyə bir dənə nar var, onu da yaxşı anlamaq olmur. Yəni, bu giriş hissəsində olan nar məsələsi nəticə hissəsində biz onlara gedib qovuşacaqdır İlqar. Deyir ki, sonuncu dəfə isə yuxusuna girən kəndlərə, atasının uyuduğu qəbristanlıq ona elə aydın göründü ki, bu gənc müəllimi yerindən oynatdı. Dediyim kimi, burada gənc müəllimdən söhbət gedə bilmiş. 93-cü ildə atası şəhid olan bu İlqarın 13-14 yaşları olduğu görünür. Ona görə 13-14 yaşı deyirəm ki, sonra görəcəksiniz ki, bu Füzulini nətərdir, qarış-qarış tanır. Füzulini qarış-qarış 10 yaşında tanımaq olmaz, 11-12, yəni insanın bir ciddi ağlı kəsməlidir, 13-14-15 yaşı olmalıdır ki, o kənd, rayon arasında məsafələri, kəndlər arasında yəni gəzməyə vaxtı, bir də ağlını kəsməyə lazımdır da, uzunluq məsafəsini falan bir həcm anlayışları ciddi şəkildə formalaşmalıdır ki, sonra bu oğlan orduya, deyək ki, bələdçilik edir. Ordunun da döyüş xəritəsinin hazırlanmasında o da öz töhfələrini verir. Deməli, onda yaşlı olur. Və bizdə 2-ci Qarabağ savaşı 2020-ci ildə başladığına görə, 93-də də bu adamın 13, 14, 15 yaşı olduğuna görə İlqarın, yəni 80 təvəllüddür, 79, 78 təvəllüddür. Və bu halda onun indi 40, 41, 42 yaşı var, bəlkə 43 yaşı var. Və 43 yaşlı indi də elə bu o ərəfələrdir. Məlum o ki, 1 ildir, ya il yarımdır, 2 ildir. Yəni bu söhbət 2018-dən gedir. Və bu nə qədər gəncdir? 40 yaşına çatmış bir adamdır. Və belə məlum o ki, bu hələ də subaydır. Çox qəribə, yəni yazıcı nə cür düzüb qoşub bunu mən bilmirəm. Deyir ki, xəyalında o qədər tumarlayır ki, sonuncu dəfəsi deyir, həmin gecə İlqar səhərin açılmasını səbirsizliklə gözlədi, dan yeri sökülər-sökülməz yerindən qalxıb əl üzünü yudu, üst başını səliqəyə saldı, onun bütün hərəkətlərini izləyən Səlimnaz xanım təəccübünü gizlətmədi. Burada bir məsələni də xüsusilə vurğulayım. Biz də yeri düşdü, düşmədi xanım ifadəsinin işlənməsini çox ciddi şəkildə əleyhinəyəm. Çünki biz də heç kəsə xanım deyə müraciət eləmir. Bu bir rəsmi müraciət, xitab formasıdır. Və burada bədii əsərdə bir ananın təsvir edərkən Səlimnaz xanım. Səlimnaz yazanda bəs eləyir də, anası Səlimnaz yazanda bəs eləyir. Biz evdə, eşikdə xanım ifadəsi, yəni bu hələ bu bizim mentala oturmuyor. Yəni çatana xanım, çatana xanım. Biz rəsmi müraciət forması olaraq xanım işlədirik. Bu bir başqa məsələ. Amma heç kəs evdə eşikdə xanım hesab olunmur. Demək, Səlimnaz xanım təəccübünü gizlətmədi. Səhər erkən xeyir ola, oğul, bu nə həm tərafdır, iclasınız var. İlqar gülümsündü mülayim səslə. Ana, vacib görüşə gedirəm. Bugün hərbi komissarlığa dəyməliyim, deyəndə ananın ürəyi qopdu. Oğul, müharibə başlayır. Yox, amma əvvəl axır başlamalıdır da, hərbçi olmağa qərar verdim, ana. Bəs işin gələcək karyerin. Bu karyera sözü də adam ürəyini bulandırır burada. Adam 40 yaşına çatıb, hələ indən sonra karyera düşünür. Və yaxud orduda karyera olmurmu ki? Orduda da karyera olur da, sən gedib general olursan, yenə karyera olursan. Bu karyera müqayisəsi də o qədər. Sonra bir də vurğulanır bu əsərdə. Polkovnik, hərbi hissə komandiri İlqara deyir ki, karyeranı qoydun gəldin. Karyeranı həmişə qurmaq olur, hər yerdə qurmaq olur.
Güya ki insan böyük bir fədakarlıq edibdi, vətənini qorumaq üçün karyerasını qurban verir. Və o karyera nə karyeradır? 40 yaşına çatıb insan ailəsi olmadığı görünür və hələ heç nə də yoxdur. Adamlar 40 yaşında nazir olur, adamlar 40 yaşında universitetin rektoru olur, nə bilim, böyük elmi nailiyyətlərə imza atmış olur. Ana, vacib demək yox. O, bu müharibə başlayıb, yox, amma əvvəl-axır başlamalıdır da. Hərbçi olmağa qərar verdim, ana. Bəs işin gələcək karyeran, torpağı tapdaqda olan alimin nə işi, nə karyerası olar? Sərvinaz məhəbbət yağan gözlərini oğlunun üzündən ayıra bilmədi, dərindən köks ötürüb. Tanrının nəzərlərinin üstündən əskiyəməsin, bala dedi. Çox keçmədi ki, Leytenant rütbəli İlqar Əhmədli Ensali hərbi hissədə göndərdi o ilə ilk gündən tağım komandiri kimi xidmətə başladı. Birincisi, bəli, bir zabiti orduya göndərən kimi tam komandiri kimi fəaliyyətə başlayır. Ondan da bəlkə yüksək rütbə ola bilər. Amma burada mənə maraqlı gəlir ki, 30-40 yaşında görəsən zabiti, ehtiyatlı olan zabiti təzədən orduya alırlar. Tağım komandiri kimi. Üstəgəl bu çox böyük bir orduda hərbi xidmətdə olmuş adamlar. Bu çox böyük diskomfort. Yəni sən 40 yaşında leytenant kimi tağım komandiri olursun. Və sənin deyək ki, bölük komandirinin 25 yaşı var. 25 yaşı bölük komandirinə tabesən və sən 40 yaşın. Bu nə qədər? Siz adam ali təhsil alıb hərbi xidmətə gedirsən, orada sənin komandirinlə, tağım komandirindən yaşıd olursan. Bəzən tağım komandirindən 1 yaş böyük olursan və bu cür hərbi xidmət keçmək adamı mənən sıxır. Çünki sənin komandirin səndən yaşda, ya səndən yaşıddır, ya səndən kiçik. Yoxsa deyək ki, çavuş heyəti isə ümumiyyətlə səndən balacadır. Yəni 19 yaşında çavuş heyəti, sən 22 yaşında hərbi xidmətə getmirsən və bir əskər olaraq 19 yaşında bir kiçik çavuşun və ya çavuşun komandanlığı altında hərbi xidmət eləmək ali təhsilli şəxslər üçün çox çətin olur. O ki qalaq ki, sən 40 yaşında universitet müəllimsən, alimsən, 40 yaşında gedib tağım komandiri olursun. Bu nə cür əsər yazma? Görəsən, bu müəllif özü hərbi xidmətdə olubdur. Bəli, sonra məlum olur ki, bu hissəni daha oxumuram, İlqar Füzuli bölgəsindəndir. Elə kəndlərindən, Füzulinin bilirsiniz də, yarısı işğal olunmuşdu, yarısı bizdə idi. O işğal olan ərazi, bu kəndi çox yaxındır. Və burada hərbi xidmətə başlayır. Havalar deyir, isti idi. Bayaq deyirdi ki, cənnət məkandır bizim yerlər, amma indi məlum olur ki, İlqarın özünün öz kəndlərinin yaxınlığında hərbi xidmətdədir, yəni sərhəddə. Və bu orada çox çətin, istiyə böyük ciddi şəkildə sinə gəlirlər, heç kəs həvəsdən düşmür. Və belə bir məqamda bir gün durbinlə İlqar düşmən tərəfi müşahidə edəndə görür ki, düşmən tərəfdə bir canlanma var. Yuxarı hərbi komandanlığa məlumat verir. Deyir ki, nəsə olacaq. Bunların belə canlanma adi deyil, hazır olun. Yuxarı komandanlığa da məlumat verir. Komandanlığa belə bir əmr gəlir ki, düşməni hücum eləsə güllə məsafəsinə qədər buraxın və sonra da döyüşü onda başlayır. Çox bir absurd bir güllə məsafəsi ifadəsi işlədir. Bu ovçuluqda zadda olar. Yəni, sən ov tüfəngin, belə deyək ki, ovu görürsən, əgər ov tüfənginin atış məsafəsi 100 metrdirsə, birincisində daha böyükdür, amma deyək ki, keçmiş zamanlarda 70 metr atır, 100 metr atır öldürücü gücünü. Sən ovu görürsən və yaxud belə deyək ki, keçmiş zaman sən düşməni görürsən, amma sənin ateş açmağın heç bir mənası yoxdur, çünki güllə hədəfə çatır. Bunu da düşməni və yaxud belə deyək, ovu güllə məsafəsinə buraxırsan ki, o gülləyə gəlib çatsın ki, vura bilim. Amma bugünkü silahlar avtomatda 800 metr, 700-800 metrdə öldürücü qüvvəsini saxlayır avtomat. Mən hələ snayperi demirəm 2 kilometrdə. Azərbaycanın ümumiyyətlə snayperinin adı yadımdan çıxdı. Özü 2 kilometrdə öldürücü qüvvəsini saxlayır. Bəlkə də daha uzaq məsafədə. Düşməni 800 metrdə, 700 metrdə bir insan beləcə bir yumru bir şey kimi görünür. Beləcə bir hədəf. Yəni onu necə deyərlər? Hədəfi görmək olmur, amma avtomat gedib ora çatır. Yəni avtomatın gülləsi gedib ora çatır. Məsələn, snayperdən hədəfi sən görmürsən, böyüdücü ilə görüb atırsan. Snayper
ateş, yəni öldürücü qüvvəsini saxladığı məsafə, güllə məsafəsi çox uzaq. Siz filmlərdə də görmüsünüz. Yəni snayperdən görə bilir hədəfi. Yəni binoklda, yəni durbinlə görə bilir hədəfi. Yoxsa hədəfi görmək olmur ki. Və burada bu söz ki var. Oxuyum o hissəni. Deyir ki, düşmən tərəfdə bir canlanma var. Hə, komandir qərargahla əlaqə saxladıqdan sonra əmr verdi. Güllə məsafəsinə çatana qədər düşmən irəli buraxılacaq. Dediyim birincisi, cəbhə xəttində o dövrdə düşmənlə bizim aramız o qədər yaxın idi ki, zaten güllə məsafəsində. Biz başqa əsərlərdə də görmüşük, həyatda da elədir, həyatda da gedib görmüşük. Yəni ön xəttdə düşmən görünür. Düşmənlə söhbət elənən məsafələr var idi. Düşmənlə söhbət elənə bilən məsafələr var idi. Yəni cəbhə xətti o cür çəkilmişdi. Yəni 700-800 metr aralıda məsafə yox idi. Hansısa bir zamanda elə bir məsafə olmuşdusa, ordumuz gecə ilə, deyək ki, yəni o lap əvvəllər oldu. Gecə ilə top qazıb, səngər qazıb, ordunu qabağa çəkmişdilər. Yəni düşmənlə biz neytralka deyirik də, elə bir 800 metr məsafə yox idi ki, düşmən zaten oradan ateş açanda bizə dəyirdi, biz ateş açsaq onlara dəyir. Yəni bu məsafə, güllə məsafəsinə buraxmaq nədir? Adamın birini olar əsər yazanda bir müəllif bir öyrənər, cəbhə xəttini öyrənər, bir ateş məsafəsi nədir? Nəysə, düşmən hücum edir, bunlar da İlqarın taqımı da düşməni qarşılayır, məhv eləyir. Və bundan sonra İlqarı hərbi hissə komandiri yanına, qərargah rəisi polkovnik Nağıyev, hərbi hissə komandiri yox, qərargah rəisi polkovnik Nağıyev yanına çağırır və bunlar arasındakı söhbət oxumaq istəyirəm sizə, dialogu. Deyir, əyləşin dedi. İlqar əyləşdi, polkovnik əlindəki qələmin arxası ilə stolu astaca döyəcləyib soruşdu. Demək, universitetdə müəllim idiniz. Bəli, cənab polkovnik. Hərbi xidməti seçdiniz və karyeranı qurban verdiniz. Yenə deyirəm, karyeranı qurban verdiniz. Gəlib burada karyerasını qazansın. Hələ onu demirəm ki, 40 yaşında bir insanı nə tər olubdur, hərbi xidmətə qəbul ediblər. Elədir ki, var. Bəs nə üçün hərbi xidmətə gələrkən israrla bu bölgəyə göndərilməyinizi istəmişsiniz? İlqar susdu, qərargaha gələrkən keçirdiyi həyəcan tamamilə yox olmuşdu. İndi onun gözlərinin qarşısında yaxın keçmiş canlanırdı. Və 1993-cü ilin, indi xatırlayır və danışır, 1990-cı ilin isti yay günləri bir-birini əvəz edirdi. 2 ildir ki, kənd qorxu səksəkə içində yaşayırdı. Bir gün olmurdu ki, kənd mərmi ateşinə tutulmasın. Bir neçə günün içində top mərmiləri 6 evi yerlə yeksan eləmişdi. Ölənlərin arasında məktəblilər, lap kiçik yaşlı uşaqlar da vardı. Bu bir publisistik, insan təbliğat məqsədi ilə yazılan cümlə ki, yəni məktəblilər də öldü, uşaqlar da ölmüşdü. Yəni bu müharibənin daha acı dəhşətləridir. Güya ki, 20 yaşında, 25 yaşında, 30 yaşında öləndə olar. İnsan 50 yaşında ölsə də heyifdir. 60 yaşında da ölsə heyifdir, körpə də ölsə heyifdir. Yəni bu bir bədii əsər deməkdir. Bir uşağın ölümünü təsvir edərək, belə deyək, insan hiss və emosiyasına təsir edəmək olar, amma bu şəkildə ölənlərin arasında məktəblər, lap kiçik yaşlı uşaqlar da var. İfadəsi bədii əsər cümləsi deyil, bu bir publisistik yazı. İlqar danışıqlarına verdi. Bunları danışmağa nə ehtiyac var ki, fikrindən keçirdi, bunu hiss edən qərargah rəisi mehriban səslə. Danışın, necə olubsa hamısını söyləyin. Burada nəzərə alsaq ki, bu qərargah rəisi özü çox güman ki, İlqardan sabah, yəni bir polkovnik rütbəsini 35, 36, 37 yaşında gəlib çatmaq olur. Düzdür, 40 yaşından yuxarıda çatanlar var, amma qərargah rəisi, mayor da qərargah rəisi ola bilər. Yəni o vəziyyət, polkovnik vaxtından qabaq da almaq olar. Yəni və ola bilər ki, bu polkovnik bu leytinatdan, tağım komandirindən gənc, cavan. Demək, burada atasını xatırlayır. Mürsəl müəllim kənddə nüfuzlu adam imiş, müəllim imiş və kəndin müdafiəsini təmin edən bir adam imiş. Deyir ki, o vaxt silahları yığmışdılar, sonra kəndə 4 avtomat verilmişdi. Sonra da Mürsəl müəllimin səy nəticəsində daha 8 avtomat və 12 əl qumbarası tapılmışdı və bu
müdafiə əsnasında atasının şəhid olduğu günü xatırlayır, deyir ki, atam mənim üçün dedi ki, anamdan, bacından müğayət ol, mən sənə inanıram, bilirəm ki, ağıllısan, həm də axı böyük bir olmusan. Deyir, bu mənim atamla son söhbətim oldu, həmin gecə bəlkə atışma oldu və deyir ki, Əkbər əmi, deməli, rayon mərkəzinə müraciət ediblər, o rayon mərkəzindən polislər də köməyə gələndən sonra düşməni həmin günü dəf ediblər hücumunu, söhbət 93-cü ildən gedir. Səhər deyir, qonşuda Əkbər əmi var idi, o yaralı gətirildi və onun dilindən biz bir kəlmə eşitdik, Heyf Mürsəl müəllim. Və məlum olur ki, başa düşür ki, atası dünyasını dəyişib şəhid olubdur. Bir bütün kəndlərdən atamın dəfninə gələnlər vardı, amma onların heç biri mənə atasızlığımı unutdura bilmirdi. Bu ciddi deyəndə, yəni bu həqiqətən insan hissidir. Adam atasını itirən oğul, şəhid oğlu öz atasını qətiyyən unutmaz. Bu doğru bir fikirdir. Bu fikirdə mən də şərik. Deyir ki, amma bir neçə gündən sonra avqustun 23-də bizim qaçqın həyatımız başladı. Bəli, avqustun 23-də işğal olunan Füzulidir. Bəli, bu danışır polkovnikə, polkovnik deyir ki, siz bizə lazım olacaqsınız. Buradan da içinə bir duyğu dolur ki, bəli, az qalıbdır. Biz torpaqlarımızı azad eləmək üçün mübarizəyə başlayacağıq. Sonra təlimlərdə məlum olur ki, bəs İlqar Əhmədlinin taqımı çox yaxşı çıxış edir, mükafatlar alır. İlqarın burada vətənpərvər çıxışları var, deyir, biz bu məşqləri ona görə eləmirik ki, mükafatlar alaq, təşəkkürü alaq. Biz bu məşqləri ona görə edirik ki, torpağımızı azad eləyə bilək və intiqam, qisas hissləri çox dəfən vurğulanır mətndə. Və bir gün leytenantı hərbi hissənin komandiri yanına sınır. Briqadaya gedir, briqada komandiri ilə görüşür, briqada komandiri xəritəni açır, qoyur qabağına, kəşfiyyatçıların gətirdiyi, deməli, cızdığı plana görə, plan qarşısında, xəritə qarşısında eyni zamanda Əhmədi danışdırır, Əhmədə deyir ki, o yerləri təsvir elə. Əhməd çox dəqiqliklə təsvir edir, görür ki, bəli, xəritədə deyilənlərdən onun təsvirləri bu yerli adamdır, üst-üstə düşür. Məsələn, mən yazıcı olsaydım İlqar Əhmədlini müharibə başlayanda gətirərdim, mülki şəxs kimi gətirərdim, alim kimi gətirərdim. Çünki o dövrdə bizdə müharibədə bələdçilərdən istifadə olunub, yerli əhalidən istifadə olunub ki, əskərlərə, yəni hərbçilərə dəstək olsunlar, onlar ərazini daha yaxşı tanıyırlar. Bəli, burada Əhməddən istifadə olunur. O yerli adam olduğu üçün, bəli, xəritənin üzərində komandir qeydlərini eləyib, görür ki, hər şey yerli, yataqlıdır. Sonra deyir ki, bəs sən tankçılarla görüşəcəksən, görünür tankçılara da bələdçilik eləməli olacaq. Və növbəti günü bir neçə gün sonra deyir ki, növbətçinin yanında ol, arxanca gələcəklər, tankçıların da səninlə söhbəti var, deyir. Böyle müharibə ondan neçə gün sonra başlayır. Bəli, zaman yetişib özünün intiqam, qisas alacağımız gün yaxındadır, görünür yerlər görmək qismətində varmış. Gözəl sentyabr səhəri açılmışdı, neçə gün keçdiyini bilmirik. Göyün üzü tərtəmiz idi, hava sərin idi və bizim ordumuz hücuma keçir. Tankların arxasından deyir, piyadalar gedirlər və İlqar öz Mahmudlu kəndinə, doğma kəndinə ilk girən deyir, tağım İlqarın tağımı oldu. Və burada İlqar görür ki, əsərdə təsvir olunur ki, hər yer xarabazara çevrilir. Gerçəkdir, bəli, o yerləri daşlar, ancaq bünövrədən biraz söndür, daş qalaqları qalmışdı. Və İlqar hər yerə baxır, hər şey alt-üst olub, amma orada bir özünün uşaq vaxtı əkdiyi nar ağacını görür və nar ağacının üstündə bir dənə nar var idi. Və son əsər belə qutarır ki, İlqar kənardan şəklini çəkən hərbi müxbiri görmədi. Ertəsi gün onun nar ağacı ilə çəkilmiş şəkli dünyaya yayıldı. Nar ağacı tənha deyildi. Burası özdə bir absurddur. Müharibənin ilk günlərində, yəni bu cür müxbirlər cəbhə bölgəsində döyüş gedən yerlərdə gözlə deyir ki, bu İlqar ilk girmişdi, tağım girmişdi və girdilər, aldılar və o dəqiqədə nar ağacından da müxbir şəklini çəkdi
Ümumiyyətlə o dövrdə müxbirlər orada ola bilmirdilər. İkincisi də şəkilin yayılmasına da icazə verilmirdi. Döyüş bölgəsi idi. Nəysə, Əvəz Zeynalının fantaziyası. E, Əsərdən tanış olduq. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxunduysa, mənim üçün nə mutlu.